suala baxırıq şagirdlər. Eyni bir düz xətt üzrə hərəkət edən iki maddi nöqtənin sürətləri verilib gördüyünüz kimi, müşahidə anından 10 saniyə sonra nöqtələr arasındakı məsafəni deyir hesablayın. İndi baxırıq ki, bizim əlimizdə sürətin zamandan asılılıq qrafiki var. Sürətin zamandan asılı qrafiki veriləndə şagirdlər bilirsiniz ki, gedilən yolu tapmaq üçün fiqurun sahəsi tapılır, eləmi? Bəli. İndi bu birinci cismə baxırsam, birinci cismin getdiyi yolu tapmaq üçün bu xəttin altında qalan bütöv sahə, bu düz bucaqlıdır, baxın. Bura sahəsini tapıram. 30 vurulsun 10 bərabərdir 300 metrə. Daha sonra deməli, birinci cismin getdiyi yolu yadda saxladım. Oldu nə qədər? Birinci cismin getdiyi yol 300 metr. İkinci cismin getdiyi yola baxıram. İkinci cismin qrafikini görürsünüz, budur. Yenə gedilən yolu tapmaq üçün fiqurun altında qalan sahəni tapıram. Bu da üçbucaqdır, düzbucaqlı üçbucaq. 30 vurulsun 10 bölünsün 2 bərabərdir 150 metrə. Deməli, birinci cisim 300 metr yol gedib, baxın, koordinat oxunda göstərəcəm. Birinci cismimiz 300 metr yol gedib. Bu birinci cisimdir. İkinci cisim gedir 150 metr. Onlar arasındakı bu məsafə nə qədərdir sizcə? 150. 150 metr. Onlar arasındakı məsafə 150 metrdir. Çünki getdikləri yollara çıxmalıyam. Bunun ikinci bir yolu da nədir şagirdlər? Əgər gördüyünüz kimi qrafikdə hər iki sürət qrafiki sıfırdan. Mikrofonu bağlayaq da şagirdlər, zəhmət olmasa. Səsim özümə qayıdır ona görə. Bəli. Gördüyünüz kimi şagirdlər burada hər iki sürət qrafiki, yəni həm 1, həm də 2 sıfırdan yuxarıdadır. Deməli, sürətlər müsbətdir. Deməli, bunlar x ox istiqamətində hərəkət edir. Uzun sözün dumbası, əgər xəttlər hər ikisi sıfırdan yuxarıdadırsa, məsafəni tapanda bu iki xəttin arasında qalan sahəni tapa bilərsiniz birbaşa. 2 dənə xətt görürsünüz də, burada 1, bu da 2. Bu iki dənə xəttin arasında qalan hissə üçbucaqdır gördüyünüz kimi. 30 vurulsun 10. Katetlərin hasilinin yarısı 150. Yəni belə də eləyə bilərsiniz istəsəniz. Buyurun, başqa sual. 130'u soruşdular. Bəli, mənim 130. 130-cu sualda da 129 ilə eynidir əslində. Burada da nə edəcəyik şagirdlər? Deməli, birinci cismə baxırıq. Birinci cismin getdiyi yol bu nədir? Üçbucaqdır. Üçbucağın sahəsini tapanda 60 vurulsun 16 bölünsün 2'dir. Sonra ikinci qrafikə baxıram. İkinci də budur, baxın. İkinci qrafikdə üçbucaqdır. İkinci də sahəsi 60 vurulsun 16 bölünsün 2'dir. Belə çıxır ki, hər iki cismin getdiyi yol eynidir. Çünki onların xəttlərin arasında altında qalan sahələr bərabərdir. Əgər gedilən yollar bərabərdirsə, onda belə çıxır ki, onlar arasındakı məsafə nəyə bərabərdir şagirdlər? Sıfıra bərabər. Buyurun. 134. %134-cü suala baxıram dostlar. Yazıb ki, parabola bir qrafikdir, mötərizədə qeyd edilib və koordinatın zamandan asıllıq qrafikidir. Əvvəlcə bilirsiniz ki, hərəkəti oxuya bilərəm. Hərəkət x ox istiqamətindədir və bərabər yeyinləşəndir. Bərabər yeyinləşən olduğunu bilmək üçün də yadınızdadırsa demişdik ki, əyri xəttin üzü koordinata baxırsa bu yeyinləşəndir. Yaxşı. Bərabər yeyinləşən hərəkətdir də bu. Bərabər yeyinləşən hərəkət hansı hərəkətin növüdür? Bərabər təcilli hərəkətin növüdür. Bərabər təcilli hərəkət nə deməkdir? Bərabər təcilli hərəkət o deməkdir ki, şagirdlər, təcil hər yerdə nədir? Bərabərdir. Necə? Təcil konstantdır, yəni sabit. Hə? Təcil sabitdir, bəli. A1 A2-yə bərabərdir. Yəni AA AB-yə bərabərdir. Təcil hər yerdə eynidir. Yəni bu şəkildə işləyirsiniz. C variantı. Başa düşdünüz? Müəllim, bəs Bəli, müəllim. təcili hesablayası olsa, Təcili hesablayası olsaq, nə tapa bilərik burada?
Təcili burada hesablamaq üçün nə etmək lazımdır? Təbii ki, təcili hesablamaq üçün biz koordinatın orijinal tənliklərini bilirik də. Koordinatın orijinal düsturu yadınızdadır. X bərabərdir. X0 üstə gəlmişdir. Üstə gəlmişdir. AT kvart bölü 2. İndi bax, gör nə qaracam fikir ver. 0 başlanğıc koordinat 0'dır. Yəni x0 0'dır. Sükunət vəziyyəti. Sükunət vəziyyəti o deməkdir ki, V0 0'dır. Başlanğıc sürət 0'dır. X0 getdi, V0 getdi. X bərabərdir. AT kvadratı bölünsün 2 düsturudur. İndi qiymətləri yerinə qoyacağım. İstədiyini seçə bilərik. Məsələn, 12 ilə 10'u seçək. X-in yerinə yazıram 12 bərabərdir. A vurulsun 10'un kvadratı bölünsün 2. 2'ni atıram o tərəfə. 24 bərabərdir 100 vurulsun A'ya. A da bərabərdir 0 tam %24. Kim idi bu təcili tapdıran? Yarım saatda təcil axtarırıq. Yəni təcili belə tapmaq olar. Başqa? 144. 41. 41 var. Bəli, 141-ci suala baxırıq şagirdlər. Yazıb ki, x oxu üzrə bərabər təcillər eşitdən falan filan peşməkan hansı ifadələr doğrudur? Müşahidə başlanan andan keçən 2 saniyə müddətində cismin yer dəyişməsi 0'a bərabərdir. Tamamilə səhvdir. Çünki 2 saniyə müddətinə baxıram, görürsünüz 0'dan başlamışam. 2 saniyə ərzində hər hansı bir yerə getmişəm. Mən yer dəyişməm. Niyə 0 olsun ki? Müəyyən qədər yer dəyişməm var. Buradan bura. Yazdım ikincidə. 4 saniyə müddətində cismin yer dəyişməsi 0'a bərabərdir. 4 saniyəyə baxıram, qalxdım yuxarı, düşdüm aşağı, yenə 0'a gəldim. 0'dan başlamışdım, yenə 0'a qayıtdım. Oldu qapalı trayektoriya. Ona görə də həqiqətən də ikinci ifadə doğrudur. 4 saniyədə yer dəyişmə 0'a bərabərdir. Üçüncü deyir ki, t bərabərdir 2 saniyə müddətində cismin getdiyi yol yer dəyişmənin moduluna bərabərdir. İndi baxıram indi burada. Deməli, bu ifadələrdən bu səhv idi, bu doğruydu. İndi 2 saniyə müddətində gedilən yol nədir? 2 saniyə müddətində 0'dan qalxıb bura doğru. Ancaq yuxarı doğru hərəkət var. Yəni, bir istiqamətlidir. Bir istiqamətli düz xətli hərəkətdə gedilən yol yer dəyişməyə bərabərdir. Yəni, məsələn, qiymət atıram da bura 0'dan 10'a. 2 saniyə ərzində siz 0'dan 10'a getmişsinizsə, sizin getdiyiniz yolda 10'dur. Yer dəyişməniz də 10'dur. Deməli, gedilən yol yer dəyişməyə bərabərdir. Amma 4 saniyə müddətinə baxaq. 4 saniyə müddətində bayaq dedik ki, yer dəyişmə 0'dır. S yer dəyişmə 0'dır 4 saniyə müddətində. Çünki 0'dan çıxıb 0'a qayıdırsınız. Amma yola baxaq. 0'dan 10'a 10 metr gedirəm. 10 metrdən təzdən 0'a gələndə də 10 metr gedirəm. Yolda mənfi söhbəti yoxdur. Cəmi nə qədər yol gedirəm? 20 metr. Deməli, 4 saniyə ərzində yer dəyişmə 0 olsa da, yol 0 deyil. Özünüz də bilirsiniz ki, yer dəyişmə 0 ola bilər, amma yol 0 ola bilməz. Ona görə də 4-cü ifadə şagirdlər yanlışdır. Hansı ifadələr doğrudur deyə soruşduğuna görə düzgün cavab olacaq A variantı. Başqa sual. 144. 144-cü sual. Şagirdlər, ili tam xatırlamıram. 23 falan ola bilər, bəlkə də 22. Qəbul imtahan sualıdır bu. Koordinatın zamandan asılılıq qrafikinə əsasən t bərabərdir 0 anında hansı cismin sürəti 0'a bərabər ola bilər? Bunu aydınlaşdırmaq üçün qrafikləri oxumaq lazımdır bir-bir. İndi birincidən başlayaq. Bu birinci hərəkət necə hərəkətdir? Yavaş-yavaş. Yavaşyan. Yavaşyan hərəkət eləmək üçün sizin başlanğıc sürətiniz 0 ola bilərmi? Xeyr. Xeyr. Sən yerində dayanmasansa, yavaşyan hərəkət eləyənməsən, bir səhvdir, keçirəm 2'yə. İkinci hərəkət necə hərəkətdir dostlar? Bərabər sürət. Sürətli bərabər sürətli. Bərabər sürətli hərəkətdə sürət həmişə sabit qaldığına görə, onun da başlanğıc sürəti 0 ola Bilməz. bilməz. Çünki bərabər sürətli deyirsənsə, məsələn, 10'la gedirəm. Amma sürətim həmişə 10 olmalıdır. Ona görə başlanğıc nətər 0 ola bilər ki, mümkün deyil. Üçüncüyə baxıram. Üçüncü necə hərəkətdir?
Yeyinləşən. Yeyinləşən. Yeyinləşən hərəkət. Bəli, bərabər yeyinləşən hərəkətdir. Bərabər yeyinləşən hərəkətdə siz sıfırdan başlaya bilərsiniz də, sükunət vəziyyətindən başlaya bilərsiniz. Ona görə də həqiqətən də üçüncü hərəkətdə başlanğıc sürəti sıfır ola bilər. Ona görə də düzgün cavab olacaq B variantı. Buyurun Şaşdı. 147. 45 var müəllim. 145-ci suala baxaq. Bərabər təcilli hərəkət edən cismin deyir 2 saniyə zaman anında sürəti 10 metr bölü saniyə, 4 saniyə sonra 16 olmuşdur. Təcili və başlanğıc sürəti hesablayın. Bərabər təcilli hərəkətdə əvvəlcə sürətin orijinal düsturunu yazırıq və 0 üstə gəlinsin AT. Bu burada qalsın. İndi yazıb ki, 2 saniyə zaman müddətində sürəti olub 10. Yəni sürət 10 olub, 10 bərabərdir və 0 üstə gəlinsin. A vur, 2 saniyə dediyinə görə T'nin yeri 2 yazılır. Bu 1. Daha sonra deyir ki, 4 saniyə zaman anında sürəti 16 olmuşdur. 16 bərabərdir və 0 üstə gəlinsin. A vurulsun, bu dəfə T'nin yerinə 4 yazacaq. Yəni uzun sözün dombası, 2 dənə tənlik var, 2 dənə dəyişən var, riyaziyyatdan bilirsiniz. 2 dəyişən, 2 tənlikdə tapıla bilər. Buna sistem tənliyi deyirlər. Alt-alta məsələn çıxaq istəyirsiniz. Bu aşağıdakından yuxarıdakını çıxaq. 6 bərabərdir 2A-ya, A da bərabərdir 3-ə. Yerinə qoyaram hansı tənlikdə istəsəm. Məsələn burada qoyaq yerinə. A-nın yerinə 3 qoysaz 3 vur 2 6. 6-nın üstünə neçə gəlsəm 10 eləyər. 4. 4. Deməli təcil 3 olacaq. Başlanğıc sürət 4 olacaq. Düzgün cavab olacaq B variantı. da var müəllim. 46-cı suala baxaq şagirdlər. Deməli yazıb ki, düz xəttli hərəkətdən 2 maddi nöqtənin falan verilmişdir. Hansı zamanda maddi nöqtələr görüşəcəkdir? Maddi nöqtələrin başlanğıc koordinatları eynidir. İndi burada 2 dənə qrafik var gördüyünüz. Nömrəliyək, bu birinci olsun, bu da ikinci. Sonra cisimlər görüşəcəkdir deyir. Cisimlərin görüşməsi üçün şərtimiz var idi. Onların koordinatları nə olmalıydı? Bərabər olmalıydı. X1, X2-yə bərabər olmalıdır. Niyə? Çünki koordinat cismin olduğu yer deməkdir. İki cisim görüşübsə, onların olduqları yerlər eyni olmalıdır. Yəni koordinatlar bərabər olmalıdır. Deməli, uzun sözün qısası biz burada koordinatları tapmalıyıq. Koordinat düsturunun orijinalını bayaq yazmışdıq, yenə xatırlayaq. X bərabərdir, X0 üstə gəlinsin, V0T üstə gəlinsin, AT kvartı bölünsün 2. Mötərizdə yazdım ki, maddi nöqtələrin başlanğıc koordinatları eynidir. Gəlin X0'ı 0 götürək. Eynidirsə nə fərqi var? Eynidirsə 0 götürək. Geriyə qalır V0T üstə gəl AT kvartı bölü 2. İndi gəlin baxaq birinci cismə. Birinci cismin hərəkəti necə hərəkətdir? Bərabər sürətli. Bərabər sürətli hərəkətdə təcil yoxdur, ancaq sürət var. Ona görə də AT kvadratı bu hissə gedir. Onda birincinin tənliyi olur X1 bərabərdir, qalır VT. Sürət neçədir? 4'dür. 4T. Düz yazdım. Bəli. Keçirəm ikinciyə. X2 bərabərdir. X0'ı zaten 0 qəbul eləmişik. Başlanğıc sürət neçədir? İkinci cisimdə. 0. 0'dır. Bura getdi 0'ı nəyə bulsan 0'dır. Geriyə qaldı AT kvadratı bölünsün 2. Amma təcili bilmirəm. Təcili tapmaq üçün nə edə bilərəm? A bərabərdir. V bölünsün T. Bəli, bərabərdir. 0'dan başlayıb nə qədər, neçəyə qədər gedib? 4'ə qədər. 4 çıxılsın 0 bölünsün neçə saniyə ərzində gedib? Necə? Siz burada yuxarıdakının içine hesablamışsınız təcili. Hə. Bəli. Onda 8'i 8'e bölməli deyilik. 8'e uyğun qiymətləri verilməyib axı. 8'i 8'e normalda bölə bilərsən, amma burada belə xətt verilsə onu istifadə edə bilərsən. Verilməyib amma burada xətt. Bildin nə demək istədiyimi? Ben. Hə, burada məsələn hansı qiyməti seçsəm yaxşı olar səncə?
4'ü seçsəm yaxşı olar. Görürsən, çünki 4'ə uyğun 4 verilib. Görürsünüz? Düz deyil, 8 seçsən də cavab düz çıxacaq. Çünki 4'ü 4'ə bölməklə 8'i 8'ə bölmək eynidir. Amma yazılmamış bir kural var da, türklər demişkən. O nədir? Qiymətlər verilən hissələrdə istifadə olunur. Yəni, qırıq-qırıq xətlə 8 verilməyib. Amma 4 verilib. Olacaq 4 sıx 0 bölünsün 4'ə görə 1'ə. Yəni, təcil 1. AT kvadratı bölü 2'də yerinə qoyuram. Təcil 1 vurulsun T'nin kvadratı bölü 2. Yəni, qısacası T kvadratı bölü 2. Deməli, bayaqdan da məqsədim o idi ki, koordinat tənliklərini tapım. Tapmışam. İndi nə etməliyəm onları? Bərabər eləməliyəm. Yazıram 4T bərabərdir. T kvadratı bölünsün 2'yə. T'lər ixtisar gedir. T də bərabərdir 8'ə. Deməli, 8 saniyə sonra cisimlər görüşəcəklər şahidlər. Təkrar edirəm. Sual həqiqətən də bəlkə də orta, asan və çətin kateqoriyaya bölsək, çətin kateqoriya sualdır. Amma burada fikir verirsiniz, altından xətt çəkərək başladım. Görüşəcəklər sözü mənim üçün bir əslində mesajdır. Çünki görüşmək üçün koordinatlar bərabər olmalıdır. Əvvəlcədən onu qeyd elədim ki, x1, x2-yə bərabər olsun. Amma mən x1 ilə x2-nin tənliklərini, düsturlarını bilmirdim. Ona görə də qrafikdə analiz eləməliydim. Baxdım ki, birinci cisim bərabər sürətli gedir, orada təcil yoxdur. İkinci cisim bərabər təcillə hərəkət edir və sükunətdən başlayır. Ona görə də AT kvadratı bölü 2 düsturu yarayır. Və bu düsturlarda qiymətləri yerinə yazdım, bərabərləşdirdim, T'ni tapdım. Başqa? 147. 147-ci suala baxaq uşaqlar. Deməli, 147-ci sualda deyir ki, X koordinatının qrafiki verilmişdir falan filan, təcilin qrafiki. Mikrofonlar şagirdlər, zəhmət olmasa, sualı verəndən sonra çalışın ki, mikrofonlara bağlayaq. Çünki səs qaydır deyə, elə bir ki, öz-özümlə söhbət edirəmiş kimi olur. 147-ci sualda deməli, təcilin qrafikini istəyirdi bizdə. Təcilin qrafikini şagirdlər, istər sürətin qrafikini, istər təcilin qrafikini soruşanda tələsməmək lazımdır və qrafiki oxumaq lazım. Qrafiki oxuma sənəti. Nə tər oxuyacağım qrafiki? 2 saniyə müddətinə baxıram. 2 saniyə müddətində, belə qaralayıram bu hissəni, görürsünüz. 2 saniyə müddətində cismin hərəkəti düzxətli bərabər sürətli hərəkətdir. Düzxətli bərabər sürətli hərəkətdə təcil nəyə bərabərdir? 0-a. Ay maşallah. Deməli, bax yazıram, burası 0 nöqtəsidir. Qaralayıram burada, təcil 0-dır. Neçə saniyə müddətində? 2 saniyə müddətində. Burada təcil 0-dır. Və ondan sonra nəyə baxıram şagirdlər? Ondan sonra baxıram ki, cisim, bu 2 saniyədən sonra, görürsünüz, bu paraboladır. Artıq burada cismin hərəkəti necə hərəkətdir? Yeyinləşən hərəkətdir. Bəli, çünki qrafikin əyri hissəsi koordinata yatır. Yeyinləşən hərəkətdir və x ox istiqamətində yeyinləşəndir. X ox istiqamətində yeyinləşəndirsə, onda burada təcil müsbət olmalıdır. Çünki sürət müsbətdir, təcil də müsbət olmalıdır, düzdürmü? Yəni, yuxarılarda bir yerdə olmalıdır. Qrafikimiz belə olmalıdır. Biri 0 olmalıdır, biri müsbət. Baxıram, A variantı getdi, B variantı getdi, D variantı getdi. Cavab ya C variantıdır, ya da Y variantıdır. Orada hər ikisində əvvəlcə 0-dır, sonra müsbətdir. Qaldı təcili tapmaq. Bəs təcili necə tapacağım? Təcili tapmaq üçün nə edirəm? İndi qrafiki yadda saxladınız da, düzdür? Bunu pozuram. Təcili tapmaq üçün nə qarıram? İndi 2 saniyə ərzində bu bərabər sürətli gedir. Sürət nəyə bərabərdir? V bərabərdir S bölü T'yə. 4 metr yol gedib 0-dan 4-ə. 4 bölünsün 2 bərabərdir 2. Deməli, bunun ikinci saniyə sonundakı sürəti 2-dir. Düzdürmü? Bəli. İkinci saniyənin sonundan 4-cü saniyənin sonuna qədər nə qədər yol gedib bu 4-dən 12-yə? 8 metr. 8 metr. Bunu da bura qeyd edirəm. Amma düsturum dəyişəcək. S bərabərdir V0T üstə gəlinsin. AT kvadratı bölü 2. Niyə? Çünki əyri xətlidir. Çünki bərabərsiz demişəm. Bərabər yeyinləşəndir. Mən artıq orada VT düsturunu istifadə edəməliyəm. Bunu istifadə etməliyəm. Və gedilən yolumu bilirəm 8 bərabərdir. Sürət hesablamışam. İkinci saniyənin sonunda sürət neçə idi? 2-dir. Düzdür? Vurulsun. İkinci saniyədən 4-cü saniyəyə qədər. Yəni, nə qədər zaman var burada? 2 saniyə. 2 vur 2.
Üstə gəl. A vurulsun. Yenə T'miz 2'dir. 2'nin kvadratı bölünsün 2. 8 bərabərdir 4 üstə gəlinsin 2A'ya. 2A bərabərdir 4'ə. A da bərabərdir 2'yə. Yəni uzun sözün dombası. Mən öyrəndim ki, ikinci hissədəki təcrim olacaq 2. Buyurun Sacda. 160 müəllim. Neçə? 162. 162'dən əvvəl nəsə dedilər elə bil. 160 müəllim. 160 müəllim. Bəli. Yazıb ki, bərabər təcrülər edən cismin sürətini o zaman sakla verir. Falan filan ilk 3 saniyə zaman müddətində neçə metr yol gedər? Bərabər təcrülər hərəkəti təbii ki, gedilən yolun düsturu S bərabərdir. V0 T üstə gəlinsin. AT kvadratı bölünsün. 2'dir. V0 başlanğıc sürəti mikrofonları zəhmət olmasa bağlayaq. Başlanğıc sürəti bilirəm. Başlanğıc sürət zamanın 0 olduğu andakı sürətdir. Yəni başlanğıc sürət neçədir? 6'dır. Qrafikdən bunu kopyaladım. Sonra təcili məsələn bilmək istəyirəm. Təcili. Təcili nə tərə bilirəm? 0. saniyədə 6'dır. 1 saniyə sonra 8'dir. 2 saniyə sonra 10'dur. Hər saniyə sürəti nə qədər artırır bu? 2. 2. Deməli təcil 2'dir. Bu cismin 3 saniyə ərzində T'də 3'dür. Hər şeyi bilirəm. Qiymətləri zırlayacağım yerinə. S bərabərdir 6 vurulsun. Zaman 3'üymüş hə? 6 vurulsun 3, üstə gəlinsin 2 vurulsun 3'ün kvadratı bölü 2. 6 vur 3 18 eləyəcək. 2'lər ixtisar gedir. 3'ün kvadratı 9. O da bərabərdir 27 metrə şəkildir. Müəllim, bəs S bərabəri A bölü 2, 2'ye minus 1 düsturu ilə olmaz. Olmaz. Nəyə görə olmaz? Çünki S bərabərdir. Sənin dediyin düstur var. S'in bərabərdir. A bölü 2. 2'nin çıxılsın 1. 2 səbəbə görə bu düstur olmaz. Birinci səbəb. Bu incitici şəkilsi olanda istifadə olunur. Burada yazılır ki, ilk 3 saniyə zaman müddətində. Sənə yazmayıb ki, 3-cü saniyədə, 5-ci saniyədə. Yəni, incitici şəkilsi yoxsa istifadə edilməzsiniz. İkinci səbəb nədir? A bölünsün 2, 2'ye minus 1 düsturu o zaman istifadə oluna bilər ki, cisim bərabər təcillərə keçiləsin. Bəli. Amma başlanğıc sürət 0 olsun. Yəni sükunətdən başlayıb bərabər təcillərə keçiləsə bunu yaza bilərsiniz şagirdlər. Burada başlanğıc sürət var. Bunu yadda saxla. Başlanğıc sürət 0-dan fərqlidirsə, you cannot use A over 2 times 2n minus 1. Bunu istifadə edilməzsən. Bəli, aydındır. Aydındır mı? Bəli. Buyurun. 162. 62. sual soruşdular. Yazıb ki, belə hərəkətlər verilib 2 dənə cismin. 10 saniyə sonra maddi nöqtələr görüşürlər. Müşahidəyə başlayan anda onlar arasındakı məsafəni deyir, hesablayın. İndi müşahidəyə başlayan anda onlar arasındakı məsafəni hesablamaq üçün mən nə etməliyəm? Hər iki cismin getdiyi yolu tapmalıyam əvvəlcə. Birinci cisim nə qədər yol gedir? 40. Birinci cisim 40. 80. Birinci cisim 40 gedib. Kim idi o 40 deyən? Birinci cismi görürsünüz də. Bax, qaralayıram, bax. 80. 80'dir. Nə tərə bildim bilirsiniz? Görsən tələsmirəm. Deyirəm ki, müəllim, sürətin zamandan asılı qrafikidir. Gedilən yolu tapmaq üçün fiqurun altında, xəttin altında qalan fiqurun sahəsi tapılmalıdır. Bu üç bucaqdır. Bunun sahəsi olacaq 16 vurulsun 10 bölünsün 2 bərabərdir 80 metr. Deməli, birinci cisim 80 metr yol getmişdir. Düzdürmü? Əla.
Baxıram ikinci cismə. Birinci cismi 80 yadda saxlayaq. Baxıram ikinci cismə. İkinci cismə baxıram. İkinci cisim yenə eyni temadan istifadə edəcəm, eyni metodu. Burada bir xətt var. Bu xəttin altında qalan fiqurun sahəsini tapacağam. Bu da bir trapesiyadır. Trapesiyanın sahəsini tapmaq üçün oturacaqların cəmini 2-yə bölürsən, vurursan hündürlüyə. Oturacaqlardan biri bax, sıqqılı oturacaq, burada bu oturacaq. Buranın hündürlüyü 4-dür. 4, üstə gəl, böyük oturacaq neçədir? 16, böl 2 vurulsun 10, bərabərdir 100 metr. Deməli, birinci cisim gedib 80 metr, ikinci cisim gedib 100 metr. Onlar arasındakı məsafə nə qədərdir? 20. 20. 20 metr. 20 metrdir onlar arasındakı məsafə. Buyurun. 61 var demek. Birinci sualda deyir ki, falan filan onun bərabər yeyinləşən hərəkəti müddətində, bu söz vacibdir, mən sürət zaman qrafikinə baxıram və qərar verməliyəm ki, burada bərabər yeyinləşən hissə hansıdır? Təbii ki, burada 3 hissə var da, 1, 2, bu da 3. Bərabər yeyinləşən necə? Bərabər yeyinləşən ilk 3 saniyədə olan hissə, düzdürmü? Bəli. 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 Deməli, o bir hissə mənə lazım deyil. Yəni, bu hissə lazım. Buranı qaralayıram. İlk hissə. Bu, yenə bir trapesiyadır. Gördüyünüz kimi, sürət zaman qrafikində yolu tapmaq üçün fiqurun sahəsi tapılır. Trapesiyanın oturacaqları 2, üstə gəl 10, böl 2 vur 3. 12-ni bölür 2-yə 6, 6 vur 3, 18 metr. Əlasız. Buyuruz. Mən bir sual versəm olar. Olar. Mənim VT və yaxud ST qrafiki veriləndə cisim istiqamətinin neçə dəfə dəyişdiyini necə bilir? Təpə nöqtəsini sayırdı. ST qrafiki veririk sənə. ST qrafiki verir. Məsələn, belə bir dənə qrafik verdi deyək ki. Və sənə deyir ki, neçə dəfə istiqamətdəyik? Təpə nöqtəsi. Birinci təpə, ikinci təpə, üçüncü təpə. 3 dəfə dəyişir. Əgər yox, VT qrafiki versə, VT grafikini eləyəndə first, məsələn, first belə bir çəkdi deyək ki. Zaman Zaman, bəli, T oxunu kəsdiyi nöqtələr sayısı. Bura 1, bura 2. Mən yerin qarışdırmışam. VT-də təpə nöqtəsini götürmüşəm. ST-də kəsişməni. Hə, VT-də kəsişmədir, ST-də təpə nöqtəsidir, yaxşımı? Başa düşdüm mənim çox sağ ol. Hə, buyurun. 63-64. 63-cü suala baxaq şagirdlər. Yazıb ki, müşahidəyə başlayandan 10 saniyə sonra maddi nöqtələr görüşürlər. Müşahidəyə başlayan anda onlar arasındakı məsafəni hesablayın. İndi burada da bayaqki sualdan da əslində bu. Görürsən ki, bu birinci cismin getdiyi yol tapanda hatta qalan sahə trapesiyadır. 4 üstə gəlinsin, 16 bölünsün, 2 vurulsun, 10. O da bərabərdir 100 metrə. Bu da bir trapesiyadır. Burada sahələrimiz nədir? Oturacaqlar 3 üstə gəl 10 bölünsün 2 vurulsun 10. O deyir 65 metr. Yəni birinci cisim 100 metr gedib, ikinci cisim 65 metr gedib. Amma burada bunları çıxa bilməzsiniz. Niyə çıxa bilməzsiniz? Bilirsiniz? Burada çünki toplamalısınız. İstiqamət. Bəli, birinci cisim x ox istiqamətində gedib. İkinci cisim x oxunun əksinə gedib. Yəni belə düşün də, birimiz sağa gedirik, birimiz sola gedirik. Aramızdakı məsafəni tapanda bizim getdiyimiz yolları toplamalısan. Amma bu əvvəlki sual var idi, bu 162. Burada niyə çıxdıq? Çünki bunlar eyni istiqamətdə gedirdilər. Eyni istiqamətdə gedəndə çıxmaq lazımdır. Bildiniz? Bəli. Çox sağ olun. Müəllim, Bəli.
Bunlar 10-cu saniyədə görüşürlərsə, niyə aralarındakı məsafəni tapanda toplayırıq ki? Aralarındakı məsafə başlanğıc məsafədir. Müşahidəyə başlayan anda deyil. Burada tərsinə də belə fikirləş. Oxla çəkib göstərim. Sən belə gedirsən, əks istiqam, birinə əks istiqam, birə maşında sən belə gedirsən, düzdür? Biri də belə gedir. Bunlar gəlib burada bir yerdə deyək ki, görüşdülər və görüşmə nöqtəsidir, tamam mı? İndi sən buradan bura müəyyən qədər yol gəlmirsən, deyək ki, S1. Mən də buradan bura yol gəlmişəm, S2, düzdürmü? Və biz görüşmüşük. Yaxşı, görüşmüşüksə, əvvəlcə bizim aramızdakı məsafəni tapmaq üçün ikimizin də getdiyi yollarına qalmalıyam bu parçanı tapmaq üçün. Toplamalıyıq. Ay maşallah. Ona görə toplayırıq vərdilər. Bildiniz? Bəli. Aydındır. Bəli, yəni basit əslində bir şeydir ki, biz burada bunları toplamağa məcburuq, çünki əks istiqamətdir. 164-cü sual. 164-cü sualı YouTube'da bu arada paylaşmışam. İstəyənlər oradan da baxa bilər. Arada belə uşaqların yazdıqları ki, mənim falan sualı paylaşarsınız, zəhmət olmasa deyirlər. Sizin də istəyiniz olanda yazın. WhatsApp'dan vaxt olduqca onu çəkib paylaşıram. Oradan da bəzi sualları oğurlaya bilərsiniz. Burada yazıb ki, başlanğıc sürət 2-dir. Təcilin qrafiki verilib. İlk 3 saniyə müddətində gedilən yolu hesabla. Təcil zaman qrafiki var əlimdə və mən təcil zaman qrafikinə əsasən təəssüf ki, yolu tapamayacağam. Amma əvəzində sürət zaman qrafikinə keçid eləyə bilərəm. Yəni, anında təcili tibbi yardım şəklində müdaxilə edirəm və nağarlam. Başlanğıc sürət 2-dir. 2-ni burası koordinat başlanğıc. 2-ni buradan qeyd eləyirəm. 2, çünki başlanğıc sürət 2-dir. Və baxıram ilk 1 saniyə. 1 saniyə ərzində təcil nə qədərdir? 2-dir. 1 vur 2 nə eləyir? 2. 2. Deməli, sürət dəyişməsi bu arada AT qrafikində fiqurun altında qalan sahə sürət dəyişməsini verir. Çünki delta V bərabərdir A vur T deyil. Sürət dəyişməsi təcil vur zamandır. Deməli, ilk 1 saniyədə sürət dəyişməsi olub 2. İndi 2-dən başlamışamsa, sürətimi də 2 dəyişmişəmsə neçəyə gəlməliyəm? 4-ə gəlməliyəm. Çünki sürət dəyişməmi 2 tapdım, altda qalan sahədən 2 tapmışam. Yəni ki, daha doğrusu 1 saniyə ərzində sürətimi qaldırmışam 2-dən 4-ə. Bəs sonraki 2 saniyədə nə eləmişəm? Bu fiqur yenə düz bucaqlıdır. Bunun sahəsi nə qədərdir deyə bilərsiniz? 8. 8. Çünki bu bir düz bucaqlıdır. Burası 4-dür, burası da 2-dir. 4-ü 2-yə vuranda 8. Nə deməkdir bu? Sonraki 2 saniyədə sürətimi 8 qədər artırmışam. Yəni bu 2 saniyə ərzindəki mənim sürət dəyişməm olub 8. İndi mənim axırıncı sürətim neçə idi? 4. Əgər sürət dəyişməm 8-dirsə 4-dən neçəyə gəlməliyim? 12. 12. Bura 12 yazdım. Necə buranın da qiyməti 3-dür. İndi sən şairdəki güclüyə baxa. Təcil zaman qrafikindən sürət zaman grafikinə keçdim. Və artıq mən bilirəm ki, sürət zaman grafikinə əsasən gedilən yolu tapmaq üçün nə etməliyəm? Fiqurun sahəsi. Fiqurun Ay maşallah. Fiqurun sahəsini mürəbbə pictures kimi tapacam. Bəli, fiqurun sahəsini tapacam. Nə tər tapacam şagirdlər? Təbii ki, biraz həndəsə lazımdır. Burada 2 dənə trapezi var. Gəlin 1 saniyə ərzində tapaq. Buradakı trapeziyanı görürsünüz 1 saniyə ərzində. Bu trapeziyanın oturacaqları 2, üstə gəl 4, böl 2, vur 1. Hündürlük 1-dir. 0-dan 1-ə. Olur bunun cavabı 6 bölünsün 2 bərabər 3 metr. Deməli, bu 1 saniyə ərzində 3 metr yol getmişəm. Əlayım. Sonra, baxın, məndən bütöv 3 saniyə istəyir. Sonra hansı hissəyə baxıram? Buna qaralayıram. Buradan düz bura qədər. Bunu da belə qaralayayım ki, qarışmasın. Bu hissənin sahəsini tapmaq istəyirəm indi. Bu da bir trapeziyadır. Bu trapeziyanın oturacaqlarından biri 4-dür, biri də yuxarıdakı da 12-dir. Olacaq 4 üstə gəl 12. Böl 2. Vur 2. Biraz 2'lər çox oldu. Niyə vur 2? Çünki görsən trapeziyanın hündürlüyü 1-dən 3'ə nə qədərdir? 2'dir. 2'lər ixtisar gediyor. 4 üstə gəlirsin 12 bərabərdir. 16.
Deməli, növbəti 2 saniyə ərzində 16 metr yol getmişəm. Əvvəlcə nə qədər getmişdim? 3 metr. 3 ilə 16-nı toplayacağam. Bərabərdir 19 metr yazacağam. Mən bu sualı başqa cür necə həll eləmək olar? Bu sualı başqa cür eləməyin yolu Müəllim, mən eləmişəm deyim. deyil. Birinci buradan mən S-i tapıram. V0t üstə gəl AT kvadratı böl 2 düsturu ilə. S-imiz 3 eləyir. Sonra bunu ikincinin V0-ni tapmaq üçün bunun V-sini tapmalıyam da. Burada V kvadratı çıx V0 kvadratı bərabərdir 2AS yazıram. V kvadratı buradan 16 eləyir. V-imiz də 4 olur. Deməli, o birisinin V0-ı 4 olacaq. Buradan da S-i 16 tapıram. 16 ilə də 3, 19. Bəli, eləmək olar. Yəni düsturla da eləyə bilərsiniz şagirddə. Amma yadda saxlayın. Qrafik veriləndə şagirdlər həmişə çalışın ki, sürət zaman qrafikinə keçid eləyəsiniz. Altda qalan sahəni tapasınız. Niyə? Deyin bilirsiniz niyə? Çünki S bərabərdir V0 t AT kvadratı böl 2 düsturunu yazdım, düzdür? Bunu 1 saniyə üçün tətbiq eləyəcəksən, heç bir problem yoxdur. Bərabərdir, başlanğıc sürəti veriblər 2. 2 vur 1, üstə gəl. 1 saniyə ərzində təcil 2-dir. 2 vur 1-in kvadratı böl 2. Verir, 2 üstə gəl. 1, 3 metr. Buranı tapdım, problem yoxdur. Bu ki, növbəti 2 saniyə tapmaq istəyəndə, növbəti 2 saniyədir, yəni 1-dən 3-ə qədər təcil 4-dür. Sən yenə S bərabərdir V0 t üstə gəl AT kvadratı böl 2 düsturunu istifadə edəməlisən. Amması var. Burada V0-ın yerine götürüb 2 yazanmazsan. Niyə? Bəli, müəllim, oradan 4 aldım. Çünki 1 saniyədə bir şey sən axı təcildən getmirsən. Sənin sürətin dəyişib. Oradan sürəti tapmalısan. V bərabərdir. V0 üstə gəl AT bərabərdir. 2 üstə gəlinsin. 2 vurulsun. Neçə idi? 1. Eləyir neçə? Sürət. 4 eləyir. Deməli, sənin artıq başlanğıc sürətin, yəni birinci saniyə sonundakı sürətin 4-dür. Yazırsan 4 vurulsun 2 saniyə hərəkət var. Üstə gəlinsin 4 vurulsun 2-nin kvadratı bölünsün 2. Bərabərdir. Bu işlərdən biri xısar gedir. 8, 8, 16 metr. Yenə görürsən 3 ilə 16-nı toplayanda 19 metr eləyəcək. Yəni ki, uzun sözün dumbası çalışın qrafik suallarını elə qrafiklə əldə edəsiniz. VT qrafikində də Yo. belə şey- Əla sualdır. Vaxtında soruşursunuz bu sualı. Mən indi bu arada tacəddin sən sualı verən? Bəli, mən. Hə, qadası, mən indi üzlərinizi görmürəm, ona görə arada bir səslərdən çıxarmağa çalışıram, bunu da bacarmıram. Yəni ki, sual vacib sualdır. Şagirdlər, belə deyim də, hər hərəkəti, yəni hərəkəti elədiyiniz bir şey hər yerdə eləmək olmaz. Sən indi dostlarınla elədiyin, məsələn, sinif yoldaşlarına elədiyin hərəkəti gedib evdə eləyə bilərsən, dədə, sənlə zarafat eləyənməzsən. Onu eləyənməzsən, evdə hər şey eləyənməzsiniz. Bax, onu bilirsən də həyatında. Amma şagird gəlir imtahanda XT-yə elədiyi şey VT-dir. Yəni XT-də məsələn deyək də belə bir qrafik verdi sənə. Yəni budur. Bax, bu üçü də eyni şey. Üçü də X oxunun əksinə bərabər sürət hərəkəti. Çünki koordinatda sürüşdürmək olar. Amma sürəti sürüşdürmək olar. Yəni sürətdə məsələn bu başqa şeydir, bu başqa şeydir. Məsələn 1-2. 1 X ox istiqamətində yavaş yandı. 2 X oxunun əksinə yeyinləşən dandıra qalsın. Bəli. Yəni fikir versən qadası, bəli, yerində verilən sualdır. Bunu unutmayın. Mən sualları sizə izah edəndə də fikir verirsiniz. Bu suala başlayanda, indi biraz siz cavansınız deyə, şagirdlərdəki mən sizə deyirəm, tələsmə. Biraz yavaş. Bizim şagirdlər sualı görə, nənəm deyirlər bunu. Biraz o tələskənlik var da, qanun qaynayan vaxtı deyirlər ona. Yəni sual görən kim deyir, babam da oxuyar bunu, mən oxuyacağam. Oxuyanmazsan. Çünki sən baban deyilsən. O reklam var, deyilsən, qabiyan deyilsən. Yəni, bəzən, Aysel, bax, taktika önəmlidir. Taktika, strategiya. Sənin kimi abituriyyentlər çoxdur respublikada olan, hamısı hazırlaşır.
Amma sən əvəzində tələs bax, bu sürət zaman qrafikidir. Mən baxmalıyam. Sıfırdan aşağıda var. Sıfırdan aşağısa sürət mənfidir. Sürət mənfidirsə bu x oxunun əksidir. Sonra ikinci hissəsi qrafikin artıq burada sürət müsbətdir. Deməli, mən burada istiqamət dəyişdim. Həqiqətən də sürət zaman qrafikində zaman oxunu kəsəndə istiqamət dəyişdirdik. Görsən, istiqamət dəyişməyi sürət zaman qrafikində niyə zaman oxunu kəsən nöqtələri sayırıq? Çünki zaman oxunu kəsən yerdə adam mənfidən keçdi müsbətə yedir. Biz ona görə sayırıq orada. Yoxsa keyfimizdən saymırıq zaman oxunu. Çünki mənfidən, sonra müsbətdən keçir mənfiyə. Biraz irgənc oldu qrafik. Yəni, özünüz başa düşdünüz. Buyurun. On beş belli. 15 müəllim. 15-ci suala baxırıq yüksək səviyyədə. 15-ci sual. Bir saniyə, bir dənə bu dostları şeydir. Uşaqlar bir tərəfdən şey. 15 o bir səhifədədir. Səhifə 33-də. Orta sürətdə. Budur. Bəli, bəli. Deməli, şagirdlər, burada məsələmiz nədir? 5 metr böl saniyə sürətlə hərəkət edirsən. Qarşıdan gələn 10 metr böl saniyə sürətə malik qatardakı sərnişinin yanından keçirsən və qarşı-qarşıya gəlirsən deməkdir. Sən 5-dən gedirsən, qatar gəlir 10-la. Sizin bir-birinə nəzərən sürətiniz neçədir burada? 15. 11. Məsafə də 150-dir, t bərabərdir, zamanı soruşur. S bölü B-yə 150 bölünsün 15 bərabərdir 10. Yəni düzgün cavab olacaq B variantı. Müəllim, siz bunu da vermişdiniz yazmağa. Nə bilmişəm? Orta sürəti də vermişdiniz yazmağa. Hə. Verməmişəm. Bəli. Deməli, yazmış 37-də 10 nöqtəsindən başlayırlar falan filan. Üzgüçlərin sayı keçmə müddətləri arasındakı hansı münasibət doğrudur? Üzgüçlərin sayı keçmə müddəti deyiləndə, yəni biz buradan 10 nöqtəsinə, yəni bu sayın bu tərəfindən o tərəfə keçməyi nəzərdə tuturuq, düzdürmü? Bəli. Düzdürmü şahidlər? Bəli. İndi mən sayı qarşı tərəfə keçmək istəyirəm. Məni qarşı tərəfə keçirən sürət Y oxu boyunca olan sürətdir, yoxsa X oxu boyunca olan sürətdir? Y oxu boyunca olan. Bəli, bəli. Yadınızdadır da, mən sizə çaya perpendikulyar daxil olmağı izah eləmişdim. Biz çaya daxil olanda, biz əslində həm qarşı tərəfə gedirik, həm də sağa tərəf gedirik. Yəni, iki istiqamətdə hərəkət edirik. Amma bizi qarşı tərəfə keçirən şey, bizim X oxu boyunca mikrofonları bağlayaq da şagirdlər zəhmət olmasın. Bizi qarşı tərəfə keçirən şey, X oxu boyunca sürətimiz deyil, Y oxu boyunca sürətimizdir. Y oxu boyunca sürətimiz isə gəlin bir-bir baxaq. Birinci cisimdən başlayaq. Bu birincinin Y oxu boyunca sürəti neçə damadır? 2. İkincisinin Y oxu boyunca sürəti neçə damadır? 2. O da 2. Üçüncüsünün Y oxu boyunca sürəti neçə damadır? 2. Hamısının Y oxu boyunca sürəti eynidir. Yəni, belə çıxır ki, bunları qarşıya aparacaq sürət hamısında eyni qədərdir. Hamısının da keçdiyi məsafə eynidir. Məsafə eyni, sürət eynidirsə, bunların qarşıya keçmə zaman müddətləri eynidir. Yəni, uzun sözün dumbası, bir qayığın qarşı sahilə keçməsinə təsir edən faktor, yəni keçmə müddəti, onun yalnızca Y oxu boyunca sürətindən asılıdır, X oxu boyunca yox. Başa düşdünüz şagirdlər? Bəli, bəli. Bəli. Yəni, məsələn,
dördüncü bir vektor çəksəydi, məsələn, dördüncü vektor belə qoysaydı, bir dənə mən dördüncü qayıq çəkirəm də. Məsələn, bu dördüncünün y qoxu boyunca sürəti neçədir bunun? 3. Bu daha tez çatacaqdı. Başa düşdünüz? Bəli. Bəli. Mənim üçü də eyni məsafəni mi qət eləyir? Məsələn, üçüncü vektorun getdiyi yol daha çox deyil. Daha çoxdur. Təbii ki, daha çoxdur. Gedilən yolu çoxdur, amma sürəti də çoxdur da. Yəni, Hı. üçüncü, məsələn, belə gedəcək, bax. Məsəl üçün də, düzdürmü? Buralardan bir yerdən çıxacaq. Məsələn, ikinci gəl buralardan bir yerdən çıxacaq. Sən dediyin kimi, üçüncünün getdiyi yol çoxdur. Amma yetimin sürəti də çox daxil. Səncə, ikincinin sürətinə bax. İkincinin yalnız nəyi var? Bu yetimin, y var. Bəli. Amma üçüncünün həm y var, həm x var. Y 2'dir, x də 2'dir. Bunun yekun sürəti 2 kökdə 2'dir. Yəni, üçüncünün sürəti... Hə? Mənim həm də üçüncüyə çayın sürəti də təsir edəcək də. Hamısına çayın sürəti təsir edəcək. O heç. Çay hamısında var. Yəni, çayı hesaba qatmasaq belə, çay üçünə də təsir edir də çay. Amma məsələ nədir bilirsiniz? Qəşəng sual verir. Deyir ki, müəllim, axı, məsələn, ikinci belə çıxdı, ikinci. Üçüncü getdi, belə çıxdı. Üçüncü getdiyi yol çoxdur axı. Zamanlar necə bərabər ola bilər? Niyə bərabər ola bilirsiniz? Çünki üçüncünün sürəti çoxdur. Sən 10 metr gedirsən 1 saniyə, mən gedirəm 20 metr 2 saniyə. İndi mən sənə deyə bilərəm, mənim sürətim səndən çoxdur. Niyə? Çünki mən sənə çox yol getmişəm. Deyə bilməyəcəm. Niyə? Çünki zamanlar eynidir. Necə? Zamanlar eyni deyil. Zamanlar eyni olanda sürəti böyük olacaqdı onda. Bəli. Bəli. Buyurun. 18 müəllim. Buradakı 18. Bəli. Şagirdlər, onda biz bura baxas olsaq, bunu yazmayanlar neçə nəfər var? Onları bir dənə şey eləyək də. Şagirdlər, yazmayan neçə nəfər var şagirdlər? Çox sağ olun. Mən müəllim. Mən də yazmamışam. Mən də. Mən də yazmamışam. Mən də. Orta sürəti saxlayaq, keçək çevriyə şagirdlər. Çevrənin suallarına baxaq biraz. Gələn dəfiyə uşaqlar düz xətli ev tapşırığına qrupa qeyd eləyərsən Aysel, düz xətlini bitirsinlər. Axıra kimi, çünki gələn dərs Newtonu keçəcək. Newtondan da biraz tapşırıq. Çevrənin hamısını verirsiniz. Çevrənin hamısını səhifəni yazmışdım da ora. 2 bölmə. 39-dan 45. 3 bölmə. 39'dan 45. Neçə? 9. 9-cu sualda yazdım ki, çevrə üzrə bərabər sürətli hərəkətdə maddi nöqtənin bucaq sürəti 12-dir. Öyrətmə periyodunu hesablayın. 2 Uzaq pi böl sürətin- omega yazmırıq. Bucaq sürətinin düsturu 2 pi bölünsün t'dir. Düzdür? Bəli. Ayso, periyodu istəyir burada. T də bərabərdir. 2 pi bölünsün omega. Bərabərdir 2 vurulsun 3 bölünsün 12 bərabər 0,5'ə. Y variantı olacaq. Müəllim, mən 1-i 2-yə bölə bilmirəm. 0,2 yazdım. Kalkulatoru mən məsləhət görürəm ki, bəli, buyurun. 47. 7-ci suala baxaq. 7-ci sualda bir təcili tibbi yardım var, bilirsiniz. 2 sutkanı görən kimi burada özüm üçün qeyd edirəm ki, 1 sutka nə qədərdir? 24 saat, onda bu olacaq 48 saat. Deməli, 2 Necə? Peşman oldunuz. 48 saatda saat əqrəbidən 12 saata dönürsə, deməli 48 saat ərzində 4 dəfə dövr edəcək. Buyurun. 15. 15-ci suala baxırıq. Yadınızda qalsın, çevrə üzrə bərabər sürətli hərəkətdə twin demişdik də, t, omega, n.
Bunlar zamandan asıl deyil şagirdlər. Hətta xətti sürətin modulu ilə təcilin də modulunu buraya əlavə eləmişdik. Yəni ki, çevrə üzrə bərabər sürət hərəkət gördünüzsə, bunlar dəyişmir. Müəllim, bəs düsturdan çıxardanda omega bərabərdir 2pn bölünsün t. Burada t-dən omega tərs asıldı. Yazar. Omega bərabərdir 2pi n bölünsün t. Şagirdlər, fizikada şagirdlərin ən yaralı yerindən sual verici, yenə maraqlı sualdır. İndi bax, sən deyirsən ki, omega t'dən tərs asıldı. Yəni, sən deyindən bu çıxışı zamanı artıranda omega azalmalıdır. Amma burada bir şərt var, gerək dövrlərin sayısı artır. Bəli, bəli. Axı sən bilirsən ki, zaman, məsələn, sən 1 saniyə bir dövr edirsən, 2 saniyə 2 dövr. Sən zamanı artıranda n də artır. Başa düşürsən nə demək istədiyini? Sən Aynen. dəqiqə əqrəbi 1 saata bir dövr edir, 5 saata 5 dövr edir. Ona görə də dəqiqə əqrəbinin bucaq sürəti dəyişənməz. Anlata bilirəm nə demək istədim? Yəni, fizikada yaralı yer ona görə deyirəm ki, hər zaman qrafik quranda düsturu birbaşa istifadə etmək təhlükəlidir. Həm başqa kəmiyyətlərin sabit olduğunu bilməlisən. Y bərabərdir kx. Bəli, y-x-dən düz asılıdır. Aması var. K sabit olmalıdır. Sən K'nın sabit olduğundan əmin olmasan, y-x-dən düz asıldı deyə bilməzsən, mümkün deyil. Aynen. Mümkündür. Onun başını buraxmaqla. Yazır şagirdlər, məsələn, deyək ki, yazıda da, mərkəzə qaçma tərcini yazır ki, A-nın uşağa deyir, R-dən asıllığı nətərdir? Adətən şagird deyir ki, V kartı bölünsün R-dir. Ala deyir, mənim tərs asıl. Bunu danışmışdıq yadınızdadır. Yəni, sən A, R-dən tərs asıldı deməyin üçün xətti sürəti nə olmalıdır? Sabit olmalıdır. Amma bucaq sürəti sabit olsa, omega kvadratı R yazırsan, onda A, R-dən necə asıldı burada? Hətta düz asıldı. Xətti düz asıldı. İndi yadınıza salın. Biz diski keçəndə xatırlamıram, bəlkə də sizin dərs idi. Şagirdlərdən biri qayıt edir ki, müəllim, siz deyirsiniz ki, diskin üzərində mərkəzdən uzaqlaşanda təcil artır. Yəni A2 A1-dən böyükdür. Niyə belə deyirsiniz? Deyirəm, məsələn, deyir ki, müəllim, düstur deyir, B kvartı bölər deyil. Deyirəm, aha, deyir, görmürsən, radius artdı, təcil azaldı. Çox təhlükəli bir üsuldur bu. Bunu deyəndə bəs bu yetim V-nin də bir sifətinə baxsa. Həyatımızda da var da o, deyirik, görməzdən gəlirsən, bir gün vaxt gəlir, o da səni görməzdən gəlir, olursan marsıq. Yəni, V kvadratı bölünsün evdə sən V-ni elə tiyaq qazaddı, bunu qırağa turlayasan sən. Yəni, kəmiyyətə dəyər vermək lazımdır hər zaman. Bunu unutma. Düstur yaz, fizikada köp elə. Və bu arada bütün düsturlar, mən indi uşağa deyirəm ki, yaxşı qadası burada A bərabərdir, omega kvartı R-i seçmək lazımdır. Niyə? Omega hər yerdə eynidir, radiusu böyük olanın təcili böyükdür. Doğru ifadədir. Uşaq deyir ki, onda V kvartı bölünsün R düsturunu bunlar niyə zad ediblər? Belə çıxır ki, belə çıxır. Bu yenə düzdür. Niyə düzdür bilirsən? Çünki 1-dən 2-yə gedəndə sürət də artır. Düzdür, radius da artır. Amma sürətin kvadratı var axı. Sürət kvadratik artır. Yəni bu 2 dəfə artanda bu 4 dəfə artır. Ona görə təcil artır. Yəni düsturda səhv yoxdur. Yanlış anlamayın, düsturda səhv yoxdur. Prosto sərf eləmir də. Sərf eləmir. Sən buradan neftçilərə raketlə gedə bilərsən. Niyə getmirsən? Raket oturarsan, gedərsən. Amma ağıl işi deyil, axı raketlə nətər gedərsən? Daim, mən buradan balkondan raket buraxacam neftçi. Gülməlidir axı. Sən gəlsən taksi ilə, marşrutla. Sərf eləyən şeylə gel. Yoxsa sən buradan neftçilərə su tökün, gəmi ilə gel. Elə şey olar. Yəni, xahiş edirəm sizdən. Bax, bu dediyimi eləsəniz, xeyr tapasınız. Baxın, sizə bir müəllim məsləhəti. Hər zaman bunu yadda saxla. Düstur yaz, kef elə, rahat ol. Amma qalan bütün kəmiyyətlərin sabit olduğundan əmin olanda qrafik çək. Sağ olun, niyə əsəbləşdim ona belə? Bəli, buyurun. 50. 47. Azaldan var mı? Bəli, 47. 47-ci sual. Yazıb ki, eşitsə, yazıb ki, 0,1 saniyə müddətində 90 dərəcə dönür. Amma bir periyodda neçə dərəcə dönürük Şahin? 360 demək. 360. 90 dərəcəni 0,1-ə dönürəmsə, 360-ı nə qədər vaxta dönərəm? Hə? 0,4.
Evet. 0,4. Yaxşı ki cavablarda yoxdur. Yoxsa uşaqların 90% götürüb 0,4 yazır. Onu soruşmur bizdən. Tezliyi soruşur. And we already know that tezliklə period bir-birinə tərs asıldı. 1 bölünsün 0,4 bərabərdir 2,5. I am not going. Maybe I can some way. 49 var mənim. Delicious some way. Necə? 49. 49-cu sual soruşan insanlara mən bir iki kəlmə söz demək istəyirəm. Görürsünüz ki, əlimizdə nə var? Omega var, pi var. A-dan B-yə falan soruşur, amma mən omegadan periodu tapa bilərəm. 2 pi bölünsün T. 6 bərabərdir. 2 vurulsun 3 bölünsün T. T də bərabərdir 1-ə. Yəni period 1 saniyədir. Period A-dan çıxıb A-ya gəlmək demək. Amma səndən A-dan B-yə soruşur. Yəni yarısını soruşur. So the answer is 0,5. Əlli. Bəli. Necə? 50-ci Ha, sual. 50 deyirsiniz. Elə biləm deyirsiniz ki, müəllim. 50, elə demək, bəli. 50-ci sualı deyir ki, A nöqtəsindən B, yenə mükəmməl bir sual olmasa da baxacağıq. A nöqtəsindən B nöqtəsinə 0,5 saniyə gəlmirsən, düzdür? Və sən bütöv çevirənə nə qədər vaxta gedərsən səncə? 2 saniyə. Ay, sağ ol. Yəni periyodun 2 saniyədə. Gör, hardan periyodu tapdım. Birlik önəmlidir. Bucaq sürətinin düsturunu yazıram. 2 pi bölünsün T'yə, 2 vurulsun, 3 bölünsün. Neçə idi periyod? 2-yə, 2-ləri qısar getir, cavab 3. Başa düşdünüz? Çox sağ olun. Bəli. Buyurun. 55. 55. Bəli. Bəli, 55-ci suala baxaq. Yazıb ki, müşahidə başlananda anda K elm nöqtələrində olan bərabər söhbət falan filan, bəli. Yəni biri K-dadır, biri L-dədir, biri M-dədir. Yazıb ki, cisimlər göstərilən istiqamət hərəkət edir, eyni zaman anında A nöqtəsinə çatıblar. Yaxşı. K-dan başlayan A-ya gedəndə neçə dilim gedib? 4'te 1. 1 dilim. L-dən başlayan neçə dilim gedib? 2. 2 dilim. İki. Bəs M-dən başlayan 1. 1. 1 dilim gedib. Onda belə çıxır ki, K ilə M eyni qədər yol gediblər, düzdür? Düzdür? Bəli. Deməli, olan periyodları nədir? Bərabər. Eyni. Bərabərdir. Periyod eynisə tezlik də Bərabər. Bərabər olacaq. MK bərabər M-ə. Bax indi, L-dən A-ya gedən çox yol gedib. Onda onun periyodu nədir? Böyük olacaq. Böyük olacaq, yoxsa kiçik olacaq? Kiçik. Kiçik olacaq. Çünki daha az zaman sərf eləyib axı. Fərz elə, bax düşün, eyni anda gəliblər. Bu, məsələn, M nöqtəsində olan A-ya gedəndə məsələn 1 saniyə sərf eləyib. Bu da L-dən A-ya gələndə 1 saniyə sərf eləyib. Deməli, L-dən A-ya gələnin periyodu azdır. Gəl hesablayaq, qiymət verək. M-dən A-ya gələn 1 saniyə gəlir. Periyodu nə qədərdir? 1. Yox. M-dən A-ya gələndə, bax, buradan bura 1 saniyə gəlirsənsə, periyodu nə qədərdir? 4. 4'te 1'ti. Bax, təkrarlayıram sualı, bax, diqqətlə bax suala. M nöqtəsindən A nöqtəsinə gəlirsən 1 saniyəyə. Hər dilimə 1 saniyə sərf eləsən, periyodun nə qədər olur? 4. 4. 4 saniyə. İndi bax, buna bax. İndi L cisminə bax. Yazıb ki, eyni zaman anında gəlirlər. L-dən gələndə 1 saniyə gəlir. 1 saniyə, yarısı da 1 saniyə. Periyod nə qədər olur? 2. 2. Deməli, L-dən gələnin periyodu azdır. Periyodu azdırsa tezliyi Çoxdur. çoxdur. Belə də eləyə bilərsən. Belə də fikirləşə bilərsən. K-dan A-ya gələndən, M-dən A-ya gələnin getdiyi yol eynidir. Yol eynidirsə sürət də eynidir.
Sürət eynidirsə, axı sürətlə tezlik necə asılıdır? Düz. Düz asılıdır. Sürətlər bərabərdirsə, NK NM-ə bərabərdir. Bəs yaxşı, L-dən A-ya gələn daha çox yol gedib. Çox yol gedənin sürəti çoxdur. Sürəti çox olanın tezliyi Çox olacaq. çox olacaq. Onda N-L ən böyükdür. Bu sürət qaydası. Müəllim, Bəli. belə də düşünmək olar da. Məsələn, K-dan A-ya m/4, yəni dövrün 4də 1-i gəlir, m-dən də A-ya, amma L-də m/2-dir. N/2, bəli, düzdür. Mükəmməl bir izah idi. Əlasın. Əla. Yəni demək istəyir ki, dövr sayı daha böyükdür. Dövr sayının da tezlik düz asılda n bərabərdir n bölünsün t. Buradan da gedə bilərsən. Tamamilə doğrudur. Maşallah. Göz dəyməsin. Buyurun. Neçə? Xətti sürətdə 27. Neçə? Xanımlardan biri sual vermək istəyir, eşitmirəm amma. 26 Xanım müəllim. dedi. Xətti sürətdə 26. Xətti sürətdə 26. Bəli. Gəlin baxaq, maraqlı sualdır. Belə suallarda da şagirdlər suala necə başlayırıq, xahiş edirəm ona diqqət edin. Belə suallar nətər yazılır. Bax, əlimdə olanlara baxıram. Əlimdə var V, yazıram qırağa. Əlimdə var N, yazıram qırağa. Məndən istəyir çevrənin radiusu, yazıram qırağa. Yəni, görsən, sualla tanış oluram. Deməli, mənim seçəcəyim düsturda bu kəmiyyətlər olmalıdır. Mən o düsturu bilirəm. V bərabərdir 2 pioner. Məndən nə istəyir? Çevrənin radiusunu istəyir. Çıxardıram buradan radiusu. R bərabərdir V bölünsün 2 pi n-ə. Radiusu çıxartdım. Əlayam. Amma baxıram ki, radiusun belə düsturunu soruşur məndən. Bucaqdan istifadə eləməyimi istəyir. Variantlara baxıram, tangens, kotangens falan var. Onda gəl bucaqdan, buranı 3 bucağa tamamlayıram. Yuxarı baxan V-dir, sağa baxan N-dir. Mənim düsturumda nə var? V böl N. Yəni, alfanın qarşısı bölünsün qonşusu. Hansı funksiya trigonometrik qarşı bölünsün? Tangens alfa. Hamımız bilirik ki, bəli, V bölünsün. Onda belə çıxır ki, V bölünün yerinə tangens alfa yaza bilərəm. Tangens alfa bərabər, daha doğrusu bölünsün 2 pi. So the answer is A. Fikrim çatdı. Bəli. Əla. Buyurun. 27. 36. 27-ni soruşan dostlarımız var. Şagirdlər, baxan kimi suala təcili tibbi yardım 40 santimetr, mənim üçün bu 0,4 metrdir və diametr mənim üçün radius lazımdır. Radius da 0,2 metrdir. Təcili tibbi yardımı görsən, yəni Allah uzaq eləsin, bir çıxacaq hadisə oldu. Birinci təcili tibbi yardım, yaralılara baxmaq lazım. 0,2 metr yaralıları təmir edirəm. 1 dəqiqə. Bu da ikinci yaralı. Nə qədərdir? 60 sən. Görsən, sualla söhbət et. Mikrofonları bağlayaq zəhmət olmasa. Sonra var, deməli, əlimdə nələr var, onlar bir tanış olaq. Əlimdə var radius, tapmışam 0,2. Əlimdə var zaman, T var. Dövrlərin sayı yazılıb, N var. Xətti sürəti istəyir, V olmalıdır. Hətta mötərizdə P var. Gör, əlimdə nə var, qırağa yazıram elə belə. R var, T var, V var, P var. 2 PRN böl T düsturu. Kəllə beyin travması həqiqətən də. Amma ancaq travma qalıb deyəsən, düzgün ifadə idi. 2 pi rn bölünsün T. Düstur seçmək ən önəmli məsələlərdən biridir. Qiymətləri yerinə yazacağıq. V bərabərdir 2 vurulsun 3. Bu 0,2 radiusumuzdur. Dövrlərin sayı 250-dir. Bölünsün zaman da 60-dır. Fırs. Sıfırlar da buradan getdi. 25'i 0,2'ye vururam, eləyir 5. Belə bir cavab yoxdur. Otururam, keçirəm o bir suala. Tamamilə səhvdir. Niyə? Çünki 5 metr böl saniyə mən beynəlxalq sistemin əsas vahidi ilə tapmışam.
Bunu çevirmək üçün mən bunu nə edirəm? 5-də 5-dən 18-ə 8-ə vur. vururam. Bəli, qalır 18 kilometr bölü saat. Otuz beş. 35-ci sual. Yazıb ki, saniyə əqrəbinin dəqiqə əqrəbinə olan xətti sürət nisbətini hesablayın. İndi xətti sürətin birinci düsturunu yazmaq istəyirəm. Amma ağlıma bir şey gəlir. Xətti sürətin düsturu çoxdur ay müəllim. Hansını seçim? Amma yenə sözümüz söz idi, sizə söz vermişdik ki, nə sərf eləyirsə, onu seç. Baxıram ki, mənə nə sərf eləyər? Məndə əqrəblər var və mən əqrəblərin nəyini bilirəm əzbərdən? Periyodunu bilirəm. Periyodunu. Görsən hiləyə bax, sən, bax. Qaymaq kimi sualdır, bax. Xətti sürətin yenə deyirəm, düsturu çoxdur, tələsmədim, qərar vermək istəyirəm və mən periyodlu düsturu seçirəm. Ay mənim, niyə periyod? Çünki əqrəblərin periyodlarını əzbərdən bilirəm. Mənim işimə bu yarıyar. Və burada bir şey görürəm. Sürət radiusla düz asılıdır. Amma periyodla tərs asılıdır. O deməkdir ki, V saniyə bölünsün V dəqiqənin əvəzinə bərabərdir. Radiusla düz asılıdır. Ona görə də R saniyə bölü R dəqiqə yazmaq olar, düz mütənasibdir. Amma periyodla tərsdir. Ona görə yerini dəyişməliyəm. T dəqiqə bölünsün T saniyə yazmalıyam. Axı periyodla tərs asılıdır, yeri dəyişməliyəm. İndi yazıb ki, saniyə əqrəbi dəqiqə əqrəbindən 1/5 dəfə uzundur. Yəni saniyəni dəqiqəyə böləndə 1/5 eləyəcək bu nisbət. Bərabərdir. 1/5 vurulsun. Dəqiqə əqrəbinin periyodu 60 dəqiqədir, hamımız bilirik. Bölünsün. Saniyə əqrəbinin periyodu 1 dəqiqədir. Dəqiqələr getdi. 1/5 60-a vuranda eləyəcək 90. Otuz iki. 32. Bəli. Yazıb ki, xətti sürətin asılı qalır. Baxın, baxıram əlimdə nələr var. Periyod var. Başqa nə var? Sürət var. Başqa nə istəyir məndən? Radius istəyir. Başqa nə var? Pi var. Kəmiyyətlərlə tanış oldum. Yazıram V bərabərdir 2pi R bölünsün T'yə. Qiymətləri seçmək, hansı istəsən seçə bilərik bu arada. Məsələn, sürətin 6 qiymətini seçsək, 6-ya uyğun periyod 0,2-dir. Yəni 6-ya 0. Yox, 3-ü seçsən, onda 3-ə uyğun qiymət 0,4-dür. Gəlin 6-nı seçək. Mən nəsə 6 ağlıma gəldi. 6-nı seçək. 6 bərabərdir 2 vurulsun, 3 vurulsun R bölünsün. 6-ya uyğun qiymət neçəydir? 0,2. Onda R də bərabər olacaq. Bunlar ixtisar getdi. 6 bölünsün 30, 1 bölü 5 0,2. Başa düşdünüz dostlar? Bəli, müəllim. Buyurun şagirdlər, başqa sual. 36. 34'e bakın müəllim. 34. 34-cü sualı deyəsən sizə dərsdə bir qısaca izah vermişdim. Oradakı izahı burada təkrar eləmək istəyirəm bir daha sizlərə. Deməli, demişdik ki, sürüşməsiz deyilənən disk suallarında diqqətli olmaq lazımdır şagirdlər. Sürüşməsiz deyilənən disk deyiləndə, yəni maşın təkəri kimi nəzərdə saxlamışdıq onu, həm fırlanır, həm də irəliləyir. İrəliləmə nə deməkdir? İrəliləmə o deməkdir ki, bütün nöqtələr eyni istiqamətdə, məsələn, mərkəzi 2 ilə sağa göstəriblər. Hər yer 2 ilə sağa gedir. Hər yer. Bax, hər yer çəkirəm. Görsən? Bütün nöqtələr 2 ilə sağa gedir. Bu irəliləmə hərəkəti. Amma bir də fırlanma hərəkəti var axı bir də. Fırlanma hərəkəti nə tərəfə çevrilir hərəkətdə? Saat əqrəb istiqamətindədir. Bu toxunan istiqamətdə. Yəni bu yuxarıda sağa doğrudur, burada aşağı doğrudur, burada sola doğrudur, M də yuxarı doğrudur.
Fırlanma belə idi yadınızdadırsa. Sürət də 2-dir. Deməli, M nöqtəsinin yuxarı doğru fırlanması 2-dir, sağa doğru irəliləməsi 2-dir. 2-2-dən nə çıxır? 2 kökdə 2. Niyə? Bucaq 90 dərəcədir. Pifaqor teoremi ilə yazmalısan. V yekun bərabərdir. V irəliləmənin kvadratı, V fırlanmanın kvadratı. 2-nin kvadratı ilə 2-nin kvadratı bərabərdir. 2 kökdə 2. Belə olur, burada belə olur, burada belə olur. Center'da da sürə 0 olur. Orta fırlanmır, orta yerində qalır. Bu normal disk. Amma bizim baxdığımız disk maşın təkəri kimidir. Yəni belədir, buradadır, fırlanır, gəlir bura. Axı həm dönür, həm də qabağa doğru gedir. Ona görə biz 2 dənə hərəkətin cəmi kimi baxırıq. Görsən, O nöqtəsinə sürət veriblər işi. Yəni bu mərkəz də gedir qabağa doğru. Ve Hə? belgiydi. Hə, buyurun bəli. Başqa? 36. 36-cı sual. Yazıb ki, vinti neçə dövr edər falan filan. %1 saniyədə 1 tam dövr edir. 1 tam dövr etmə perioddur. Həmən qırağa yazıram. Period 0,1-dir. Elə? Neçə dövr edər? Bu da dövrlərin sayı n-dir. N bərabərdir. T bölünsün T'dir, düzdürmü? Bəli. Qulaq asa bilirsiniz şərtlər. Bəli. Bəli, n bərabərdir T bölünsün T. Həmən periodu bilirəm. Tamam, müəllim, period var. Amma zamanı bilmirəm axı. Zamanı tapmaq üçün yazıb ki, təyyarə 360 ilə 800 kilometr məsafə hərəkət edən zaman. Yəni deyir ki, buradan zamanı tap. Zamanı tapmaq üçün nə edirəm? T bərabərdir, eşitsən. T bərabərdir. Nə verəcəm indi burada? 800-ü bölürəm 360-a. Amma bu kilometrdir. Bu da kilometr bölünsün nədir? Saatdır. İndi nə verəcəm burada mən? Kilometrlər ixtisar gedir burada. Saatı da çevirmək üçün 800 bölünsün 360 vurulsun. Nə qədər idi bu? 3600. 1 saat neçə saniyədir? 3600. 3600. Bu ixtisar gedir qalır 10. 10'u 800'e vuranda nə qədər edir? 8000. 8000 saniyə. 8000 saniyə deməkdir. Bu yerinə yazıram. N bərabərdir 8000 bölünsün 0,1. O deyir 800.000. Yəni 5 dənə 0 var da 10 üstü 5. Başa düşdünüz şagirdlər? Bəli. Yəni baxın burada nə demək istədiyimə. Məsələn, burada məsələn bunları boş ver. Sizə məsələn desəydi ki, məsələn 10 saniyə ərzində neçə dövr etdiyini tap desəydi, sən deyəcəkdin ki, periodun düzlüyü T bərabər T bölü N-dir. N də bərabərdir T bölü T-dir. Onu bölərdik 0,1-ə. Məsələn, alınardı cavab neçə 1000 alınardı, düzdürmü? Bəli. Hə, belə eləyə bilərdin. Burada biraz sual çətinləşdiriblər, sənə 10 saniyə deməyiblər, zaman verməyiblər. Sadəcə deyiblər ki, təyyarə 800 kilometr məsafəni qət elədiyi müddətdə. Deməli, sən birinci T-ni tapmalısan da, T bərabərdir S bölü V. Gedilən yolu sürətə bölməlisən. Biz də 800-ü 360-a bölürəm ki, tapım nə qədər vaxta gedir bu. Amma kilometr böl saatdır da, mənə nə lazımdır? Saniyə lazım. Kilometrə gedir, saat qalxır yuxarı, olur 800 bölünsün 360 saat. Saniyə çevirəndə də 1 saat bilirsiniz ki, nə qədərdir? 3600-dür. Getdi, qalır 8000. Deməli, o deməkdir ki, bu sürətlə 800 kilometr getmək üçün 8000 saniyə vaxt lazımdır. Buyurun. Buraya kadar Neyse. vermiştim. Neçə? Buraya kadar vermiştim. 43'e kadar. Burada da idi.
Bəli.